10 manatlıq malı əlim yandıda 2 manata satır. Satır fakt bunu, mən 2 manat versəm ədalətdir. Düzdür? 2 manata satır, 2 manat verirəm, bu ədalətdir. Və yaxud mən baxıram, görürəm ki, bu 10 manatlıq maldır, bu bunu əlim yandıda 2 manatdır, mən ürəyim ağrıyım, 5 manat verirəm. Ki, daha bu rəhmətdir. Bu artıq ədalətdir, ondan artıqdır. Bir nəfər mənə bir iş görüb mənə qarşı, mən də ona o işi görsəm ədalətdir, bağışlasam nədir? Rəhmətdir. Yəni, rəhmət həmişə ədalətdir, o ehsandır da. Rəhmət ehsandır, ədalətsə qanundur. Sən indi istəyirsən, Allah sənə ədalətlə rəftar eləsin. Allah ədalətlə rəftar eləsin, bizim üçün orada işimiz ağır olacaq. Ədalətlə rəftar. Sən istəyirsən, Allah sənə rəhmətlə davransın. Sən də insanlarla rəhmətlə davran. Ki, onu alasan. O rəhməti alasan Allah'tan.